Bismillahirrahmanirrahim. Mehriban və bağışlayan Allahın adı ilə və yadı ilə. Siz əziz, hörmətli, dəyərli izləyicilərə salam deyirəm. Əzizlər, biz hər həftə milli irfan bəhsini, yəni türk müsəlmanların milli irfanını Təbrizdə, şəhərə Pərvazda, huzuri bir kilasda əzizlərlə ortalığa qoyuruq. O bəhslər demək olar yaxın bir 1 saat ki çəkir. Biz onları instaya yükləyənmirik. O əsasda onları öz Telegramda kanalımıza qoyuruq. Siz istərsəz bizim Telegram adresimizə, kanalımıza girə bilərsiniz. O bəhsləri də orada izləyə bilərsiniz. Əqlaniyyətdən, ağıllıqdan danışırdıq. Ağılsız baş çiynə yükdür. Qədimki dədə-babalarımız deyibdir. Biz çalışırdıq ki, türkü əqlaniyyəti, ərəb əqlaniyyəti ilə, fars əqlaniyyəti ilə tutuşduraq. Bunların düşüncələrinin fərqli olmağını sizinlə ortalığa qoyaq. Və belə bəhsi qabağa aparaq ki, bunlar fərqli millətlər olublar. Niyə ki, bunların əqlaniyyətləri fərqli bir əqlaniyyət olubdur. Biz keçmiş hissədə türk əqlaniyyətinə neçə xəsisə ya özgülük saydıq. Onların birisi etidali ya dövləti qəbul etidalı düşüncə idi, ifrat-ı təfritdən uzaq olmaqdır. İkincisi dövlətidir, dövləti qəbul eləmək, dövlətə düşünmək, dövləti yaratmaq, qanun əsasında, törə əsasında ədaləti yaymaq üçün, zülmə qarşı çıxmaq üçün, demək olar, üçüncüsü dini qəbul eləmək, dördüncüsü dilə dayanaq, dili bəsləmək, beşincisi tədbir-i bəqa, insanlara, təbiətə, çevrəyə qalarqılığı tədbir eləmək, altıncısı da təsahül, təsamuhla yaşamaqdır. Yəni, türkü əqlaniyyət bu təsahül, bu təsamuh əsasında sənin fərdi inancılarınla sənin işi yox idi. Ərəb əqlaniyyətinə də gəldik. Orada bir sıra ziyalı insanlara biz işarə elədik. Dedik ki, ərəb əqlaniyyəti də dili bəsləyəndir, dini qəbul eləyəndir, tədbir-i bəqaya fikirləşəndir. Ərəb ölkələri getdikcə bu inkişafı qəbul eləyiblər, irəli sürürlər öz ölkələrini, müasirləşirlər. Bunlar bir sıra ortaq düşüncələridir ki, türkü əqlaniyyətlə ərəb əqlaniyyətin arasında var idi. Biz üçüncü əqlaniyyətdən, əqlaniyyəti farsi, hindidən də danışmalıydıq. O əqlaniyyətin, indi biz bu hissədə istəyirik onunla sizinlə danışaq, onu ortalığa qoyaq. Vaxtımız olsa da bu üç əqlaniyyəti qıssaca axırda bir-biri ilə tutuşduracaq. Fars əqlaniyyətinin birinci sebxəsi, ya birinci xəsisəsi, ya özgülükü bağımlı olmaqdır. Vabəstəgi, ya vadadəgi, bağımlı olmaqdır. Siz, yəni bu əqlaniyyətdə siz bağımsızlıq, ya müstəqillik heç vaxt görmüsünüz. Tarix boyu baxsaz ki, bizim fars ədəbiyyatında mətnlərimizə də baxsa, siz bunu görürsünüz. Bilirsiniz də, bizim ariflərimiz, bu profesor deyirdi ki, irfan rəmzidir. Buna görə idi ki, bunlar o kələmələr ki, seçirdilər, rəmz əsasında seçirdilər. Canları xətərdə olurdu. Bəzi vaxtlar özlərinə görə bir dil yaraldırdılar ki, o birisi ariflərlə danışmaq üçün, düşüncələrini yaymaq üçün bir rəmzi dil öz aralarında yaraldırdılar. Kələmələrin rəmzləri olurdu ki, o rəmzləri gərək açardın, sən düşünərdin ki, bir dənə arif tarix boyu istəyir nə desin.
Siz baxsaz görürsünüz ki, Nizami Məxzənül Əsrarda deyir ki, dövlət-i Turkan ki بلندی گرفت məmləkət az dad pəsəndi گرفت. Deyir, türklər ki, gəldilər, qüdrətə çatdılar, dövlət çatdılar, dövlət əllərinə geçdi və mütəsərrif در واقع dövlət oldular, məmləkət az dad pəsəndi گرفت. Ədalət hər yanda yayıldı. Bu həman o türk əqlaniyyətidir ki, etidalı ki deyirdik, Nizam ona işarə eləyir. چون که تو بیدادگری ترک نی هندوی غارتگری. Sən istəyəsən ki, zülüm eləyəsən, da sənin adına türk deməzlər. Sən hinduy qarətgərsən. Bu hindi kəlməsi ki, həman farsi hindidir, ümumiyyətlə türkün qabağında əyləşən bir kəlmədir. Yəni ondan qarşı-qarşıya olubdur. Türkün qarşısı əski zamanələrdə farsi hindi در واقع ya hindi farsi olubdur ki, Nizami orada deyir ki, talançı, qarətgər در واقع bu bir əqlaniyyət olubdur. Ya siz Mevlana'nın düşüncəsinə baxsaz, Şəms divanında ki, Təbriz məktəbi orada var, orada türk müsəlmanların milli irfanı var, orada Təbriz bir dənə kimlik ya hüviyyətdir, orada Təbriz bir dənə materialdır və irfan Mevlana ki, göydən o məani gəlir, bir dənə idealdılar. Orada materialismlə idealism bir yerə yığışır o Şəms divanında. Orada da gəlir Mevlana belə deyir. Rəha kن حرف هندو را ببین ترکان معنی را. من آن ترکم که هندو را نمیدانم. Ən birincisi budur ki, Mevlana ki, özünü türk bilir. İkincisi budur ki, özünü hindi bilmir. Sonra deyir ki, siz istəyəsiz ki, mənini düşünəsiz, məna aləminə gələsiz, gərək hindi düşüncədən uzaq durasız. Farsi hindi düşüncədən uzaq durasız. Mən o türkəm ki, da hindini mən bilmirəm. Yaxçı, bu farsi deyil, bu həman zəbani در واقع dəridir ki, dərbarda olanıdır. Bunlar soralıqda gəlirlər də, bu dili neynirlər, yapışdırırlar ona. Be Türk tərk اولاتر siyah ruyan hindura. Türk gərək neynəsin? Bu qərəçi hindilərdən uzaq gəlsin. Onunla onun nə tutarı ola bilər ki, Turkan rast canbazi و Hindu rast lalayi. Bunlar canbaz, fədakar, canından keçən bir insanlardılar. Onlar da nə mənədə yeyib içib yatandılar. Yəni çalışmazlar, ailə qurmazlar ümumiyyətdə. Bunların öz işlərindəki o izdivacı famili ki var idi, o fasların içində və bir paralarda öz əsərlərində gətiriblər. Buna çox-çox güvənirdilər. Deyirdilər ki, hətta ərəblər gəldi, bizi bu nemətdən də məhrum qoydular. Bu əsasda Fars əqlaniyyəti tarix boyu müstəqil, bağımsız əqlaniyyət olmayıbdır. Niyə ki, bunun başlanğıcı Hindistandan olubdur, sonucu da yetirən o vəsl olan yeri də Səlibi, Məsihi, Masoni, Yəhudi, oliqarşi bir aləmə vəsl olublar. Yəni Qərb, Batı dünyasına demək olar vəsl olublar. Ona görə siz görürsünüz ki, bu əqlaniyyət tarix boyu hazır olur ki, Məsihilərlə anlaşma yapsın, Türk İslamını ya Türk müsəlmanlarının qabağına qarşı çıxsın. Mən bir tarixdən örnək verirəm sizə. Həsən-i Səbba, həman ki, Farsi yazmağı təklif elədi. Bu adam neyniyir? Məsihilərlə anlaşma yapırdı. Ta Səlcuqlular ki, Türk müsəlmanlarıdırlar, çox güclü inancılar vardı və İslamın gerçək mübəlliğləri idilər. Ürəkdən inanmışdılar, inancılar vardı və İslamı Avropaya kimi istəyirdilər, aparsınlar və apardılar da. Nə demək olar? Onunla gəlir, Məsihilərlə anlaşma yapır ta Səlcuqluları neynəsin? Yıxsın, yenətsin. Bu əsasda bunların nə mənədir? Tarixlərində olubdur. İndi də baxsaz görürsünüz ki, elə Faslarla da,
Hindistanlılar gəlirlər ermənilərin və daşnaşların dalısında dururlar. Niyə? Bu bir dənə ortaq əqlaniyyətdən coşur, qaynaqlanır, çıxır eşiyə. Axı bunların düşüncəli insanları da o zaman bağımsız insanlar olmayıblar. Siz məsələn Firdevsiyə baxsaz, Firdevsinin özü mən Sübhanə eləmişəm, çıxışımda olubdu, qulaq asa bilərsiniz. 1 saatdən də çoxdur. Orada bu adamın mozdur olmasını və Əncümən-i Şuubiyyə bunun ona istihdam eləməsi, onu o şahnaməni ona verməsi və təşrif ünvanında yazması, pul alması və sonralıqda bu adam gedib Bəğdadda tövbə eləməsi, Yusuf-u Züleyxa yazması müqəddəməsində etiraf eləməsi ki, bütün mən yazdıqlarım sərasər duruq əslüpaç, hamısı buradan nişan verir ki, bütün şahnamə bir yalan üstündə olub. Bu yalanın da üstündə onlar cəhətlə bir dənə hüviyyət istəyirlər, neynəsinlər, özlərinə yaratsınlar. Ya ondan sonra Sədiyə baxsaz, Sədinin özünü mən danışığımda da demişəm, neçədən örnək vermişəm. Sədi bütün düşüncəsini mütənəbbi ərəb şairindən alır. Oradan da oğurluq eləyir əslən, heç o adamın da adını vermir. Bir dənə də bizim böyük mütəfəkkirimiz var ərəb Döktür Məhfuz adında ki, kitab yazıbdır ki, Sədinin o oğurluqlarını mütənəbbidən göstərir orada o kitabda. Bu adam dəreynin ki, mənanı, anlamı oradan alır. Əxlaqı baxımdan da bir dənə adamıdır ki, o nə mənədir, xanqahlarda o yan bu yanda levatkar bir adamıdır və bu Sədinin xislətində. Ya Hafizə siz baxsaz, yenə də onunla mənim çıxışım olubdur ki, Hafiz bir dənə Məsihi olubdur və Məsihiyyət düşüncəsini daşıyıbdır, İslam aləmini parçalamaq üçün gəlib, bir növ velinqari əxlaqini der vaqa yönəldibdir İslam aləmində. Bu nə mənədə Hafizin risaləti olub. Ya çağdaş zəmanədə, siz bunların müasir çağdaş zəmanədə ziyalı insanlarına, roşan fikirlərinə baxsaz, bunlarda müstəqilçilik görmürsünüz. Sən kimlərdən? Seyyid Cəmal, Mirza Məlkumxan, Muhammed Əli Furuği, Seyyid Hüseyn Nəsr, Döhtür Şəriəti ya Döhtür Suruş, bunlar ümumiyyətdə nə mənədir? Batı dünyasına bağlı olublar. Bir sıraları çox adlı, sanlı, damğalı demək olar, mason adamlar olublar. Məlkumxan kimin, Furuği kimin, Zərrinkum kimin adamlar. Ya bir sıraları modern şuubiyyəyə, ya pəsamodern şuubiyyə bir dənə piyada nizam kimin olublar ki, siyahiləşlər kimin olublar, düşüblər məsələn qabağa, Döhtür Şəriəti kimin adam. Siz baxsaz, o təşəyyü Səfəvi və Ələvisini oxusaz, görərsiniz ki, orada nə mənə o təşəyyü Ələviyyə deyibdi, o təşəyyü həman təşəyyü türklərinkidir. Nə mənə o təşəyyü Səfəviyyə deyibdi, siz ona həman təşəyyü Farsi, Məcusi, Hindiyə der vaqa siz bilməlisiniz. İkinci sebğəsi, yəni Fars əqlaniyyətində nə mənədir? Dilsizlikdir. Bu, der vaqa əqlaniyyətin dili yoxdur. Yəni 70% bu ərəb sözlərindən alınır. 25% demək olar türkü kələmələrdir bunun içində. 5% da nə mənədir? Pəhləvidən, Pəştudan zaddan bu dilin içindədir. Bu dil eləyə bilənmir ki, o montajlıq əsasında neynəsin, bu idrakat əqlini özü ilə daşıya bilsin. Eyni maşın düzəltməkdə İran Xodro kimindir. Yəni bir dənə montajı bir şeydir. Həman ki, Əbu Reyhan-ı Biruni deyildi, bu dil təhcə nağıllara kar gələ bilər. Bu dil eləyə bilənməz fəlsəfəni, hikməti, dini, irfanı daşıya bilsin. Və bunların bütün çalışmalar budur ki, der vaqa bu eşyəyə dəvənin yükünü neynəsinlər, yükləsinlər və bu dilə neynəsin, bu cür bu dili neynəsinlər, bəsləsinlər ki, bu dil qətiyyən bu cür bəslənməz və görürsünüz də ki, bir dənə ağır bir caizə dünya səviyyəsində bu dil qazanmayıbdır. Mən bu bəhsi yenə sizinlə paylaşacağım gələn bölümdə. Sağ olasınız.